Hə, deməli belə. Burada yazılıb ki, modul x 2 böyük 0 həll edin. Demək istəyir ki, elə x-lər tap ki, yerinə yazanda nəticəsi 0-dan böyük olsun. Məsələn, x-in yerinə -5 yazıram. Bunun nəticəsi müsbət 7-dir və 0-dan böyükdür. Doğrudur. Mənfi yazdım və nəticəni aldım. 0 yazaq. 0 yazanda da böyük oldu. Müsbət 7 yazaq. O da 0-dan böyük. Müsbət yazdım, 0-dan böyük aldım. Mənfi yazdım, 0-dan böyük. 0 yazdım, 0-dan böyük aldım. Amma 2 yazanda 0 aldım, 0-dan böyük olmadı. Yəni 2 yazanda alınmadı. Amma başqa nə yazsam alındı, 2 yazanda alınmadı. Deməli, x hər şey olar. Bir də nədən başqa? 2-dən başqa. 2-dən başqa bütün ədədlər çoxluğu və yaxud da x fərqlidir 2. X daxildir, fərqli 2. Mənfi sonsuz 2, 2 müsbət sonsuz. Bunların üçü də cavab kimi ola bilər. Açıq sual olsa hansı yazsaz düzdür? Qapalı sualda da baxın görün hansı bunlardan biri olacaq variantlarda götürərsiniz. N A birləşmə B 17, MB 10-dur, B fərqi A 5-dir, elanı tapın. Bunu çəkdik, Euler-Venn diaqramı, fərqi yazdıq, kəsişmə yazdıq, B fərqi A-nı yazdıq, B fərqi A 5-dir. B 10-dur, B bütöv 10-dursa, ondan 5-in çıxanda qaldı 5. Bütöv birləşmə hamısı 17-dir, 17-dən 10-u getdi. Qaldı 7-si, A fərq B 7-dir. A-nı tap, A da 7 ilə 5-in cəmi olan 12-dir. Müstəvini kəsən AB parçası. Müstəvini kəsən AB parçası. AB parçasının ucları müstəvidən eyni məsafədədir. AB parçasının müstəviləri müstəvidən eyni məsafədədir, uc nöqtələri. Ondan sonra və uzunluqlar, eyni məsafədə uzunluqlar 9 cm-dir. 9. Bunu belə qırıq-qırıq çəkib eləmirlər. Məsələn, Nurlan bunu eləməmişdi. Başqa uşaqlar var ki, qəbulda eləməmişdi bunu. Burada 9, deməli, buradan bura 18-dir. Burada deyir ki, AB parçasının müstəviz proyeksiyası. Bu proyeksiyası budur. Proyeksiya 24-dür. Yəni, bura 24-dür. 24, 18. Demək, AB parçasının uzunluğunu soruşur. Hər ikisi eyni ədədə bölünür, 6-ya bölünür. 6-nı yadda saxlayıram, 6 vur yazıram, yadda saxlamaqla. 6-ya bölündə 3 alındı, 4 alındı, 3, 4, 5 eləyir. 6-nı da 5-ə vuram, olur 30. Uşaqlar, deyəsən, misalların bir hissəsini izah eləməmişəm. Yadımdan çıx video bağlanıb deyəsən. Yabırçılıqdır. Ay, tüh. Yunus, məni çaşdırdın, görsən? Çaşdırdın məni. Yaxşı, 7-dən başlayıram. 7-dən başlayıram. Uşaqlar, burada sinus kosinus qanunu həmişə 2 olmalıdır. Əgər orada 10 olsa, onun əvəzinə 5 vur 2 yazaram. 20 olsa 10 vur 2 yazaram. 6 olsa nə bilim 3 vur 2 yazaram. 4 isə 2 vur 2 yazdım. Bax, bu 2 sinus kosinus var. Bunların hamısı atılır, sinus yazılır. 2 ilə bax bu vurulur. 2-lər getdi, sinus x qaldı. Qabaqdakı 2 qaldı. 1-i 2-yə böldük, sinusu tapdıq. X bərabərdir mənfi 1 üstü k. Arc sinus 2-də 1 üstə gəl pi k. Uşaqlar, mənfi 1 üstü k bu 30 dərəcədir. Pi bölü 6 plus pi k. Ehtiyatlı ol Yunus. Sonra çevrənin mərkəzi koordinat başlanğıcı yerləşir. Çevrənin mərkəzi koordinat başlanğıcı yerləşirsə, o x kvadrat y kvadrat bərabərdir r kvadratdır. Kvadrat olduğu üçün bu müsbət bir ədəd olmalıdır. Və bu x kvadrat plus y kvadrat olmalıdır. Deməli, bunlar burada olmamalıdır. Sıfıra bərabər olmalıdırlar. Olduğu kimi, yoxsa işarəsi ilə birlikdə olduğu kimi yazıram, sıfıra bərabər olmalıdır. A 3-dür, mənfi 3-dür, B də 2-dir. Dediyim kimi, bax, bu da müsbət bir ədəd olmalıdır. İndi gəl yerinə qoyaq. 5 çıxaq 3, A-nı 3 götürdüm, B-ni 2. 5 çıxaq 6 eləyir mənfi, ödəmədi. A-nın 3 olduğu, B-nin 2 olduğu ödəmədi. İndi A-nın yerinə mənfi 3 yazaq, B-nin yerinə 2 yazaq. Onda ödədi. Deməli, A mənfi 3-dür, B 2-dir. Mənfi 3-ün üstə 2 gələndə eləyir mənfi 1. Ulduzlu sual. Bu dəhşət bir sual idi. Aha. Bu sual məsələn biz blok riyaziyyat konspektimizdə var. Amma buraxılışda görməmişik bunu. Bunu da yadda saxlaq. Qayda dəftərinə yazmışam bura. Buna çox diqqətlə fikir vermək lazımdır. Funksiyanın təyin oblasti verilir.
belə bir funksiyanın təyin oblasını soruşur. Onda bu, bax burada ifadənin mənfi 3 ilə 7 arasında. Hə. Deməli, bu ifadəni mənfi 3 ilə 7 arasında yazıram. Hər tərəfin üstə 5 gəlirəm. 2, getdi 2x, 12. Hər tərəfi 2-yə bölürəm. 1, x kiçik bərabərdir 6. Deməli, təyin oblasti 1 ilə 6 aralığındadır. Gəldik bu misala. Sinus 15 vur sinus 15 yazaq. Bu sinus 75 beynimizdə 90'dan çıxanda kosinusa çevrilir olur. Kosinus 15. 2 kosinus 105. 105'i 90 üstə gəl 15 yazırıq. Deməli, çevirmə düsturlarını biraz da yaxşı məşq eləmək lazımdır. İkinci rübdür. İkinci rübdə mənfi olur və ad dəyişir sinus 15 olur o. Mənfi ilə özdə. Sinus 15'lər getdi. Adi sinus kosinusdursa bunun qabağında 2 olmalıdır. Ona görə 2'də 1 vur 2 yazıram. Bu hissə var ha, bu hissə. Hamısını atırıq. Sinus 2 15'ə vurulur 30 yerdə mənfi 2 qaldı. 2'də 1 vur 2'də 1 aşağıda mənfi 2. 4'də 1 mənfi 2. 4'də 1'i mənfi 2'yə bölürəm. Məxrəci 1'dir. 4'də 1 vuraq. Mənfi 2'də 1 o da mənfi 8'də 1 eləyir. Aha. Bu sual çətin sualdır. ABC tuzağında AB 5'də AC 12'dir. ABC tuzağı çəkirəm. ABC tuzağı çəkdim. AB 5'də AC 12'dir. BC'nin uzunluğu tam ədəddir. Bax bu tamdır. Tam ədəddir. Yəqin ki müsbət tam ədəddir. Və B bucağı, BAC bucağı, A bucağı da BAC yəni A bucağı. BAC yəni ortadakı A bucağı. Bunun kör bucaq olması ehtimalını tapın. Ümumiyyətlə bunun kör bucaq deyil, ixtiyari üç bucaqdırsa bu x hansı aralıqdadır? 12 çıx 5'dən 12 üstə gəl 5 aralığındadır. Bir dəfə fərq, bir dəfə cəm. Bəs kör bucaq olarsa, hansı aralıqdadır? Kök altda 5'in kvadratı 12'nin kvadratından kiçikdir. 5 ilə 12'nin ondan böyükdür. 5 ilə 12'nin cəmindən kiçikdir. Buradan 13 çıxır. Deməli, kör bucaq olarsa x bu aralıqdadır. Ümumiyyətlə x bu aralıqdadır. Burada olan tam ədədlər 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, burada 9 dənə ədəd var. Ümumiyyətlə 9 dənədir. 3 bucaq. Onların içində 14, 15, 16, 3 dənəsi kör bucaq olan, tam ədəd olduğu vəziyyətdə, kör bucaq olan vəziyyətdə 9'da 3, yəni 3'də 1. Həndəs silsilə olarsa 3 dənə ədəd, ortadakının kvadratı həmişə bərabərdir kənardakıların hasili. Müxtəsər vurma eləsək, 2 vur A vur 6, 12A üstə gəl 36 bərabərdir A kvadrat üstə gəl 9A. A kvadrat 1 bərabərin o tərəf 1 bu tərəfində getdi. 12A'dan 9A'nı çıxırıq. 3A bərabərdir mənfi 36. A da bərabərdir mənfi 2. Mənfi 12. Loqaritmada əsas eynidir. Əsas qalır, üstlər vurulur. Loqaritma 2 əsasdan 8. 2'nin kubu cavab elədi 3. Rombun daxilına çəkilmiş çevrənin uzunluğu 18'dir. Rombun perimetri 36'dır. Sahəni tap. Buradakı açar sözləri bir-bir istifadə eləyək. Rombun daxilına çəkilmiş çevrə var, R var. R bilirik ki, H bölü 2'dir. Perimetr var burada. P bərabər 4A. Sahə var burada. D1 vur D2 bölü 2 ilə və yaxud da S bərabər də A vur H ilə. Belə. İndi çevrənin uzunluğu 18'dir. 2πr 18'dir. P'nin yerinə 3 qoymaq lazımdır. 6r 18 isə r 3'dür. R'in yerinə 3 qoydum. Onda h bərabərdir. 2 vur 3 oldu 6. Gör nə qədər düstur var burada. H 6'dır. Perimetr 36'dır. A 36 bölü 4 9'dur. Hündürlüklə tərəf var deyə sahəni 9 vuraq 6 o delir 54. Bunu bir dəfə də danışaq. Deməli, daxilə çəkmiş çevrənin uzunluğu D 2pi balaca r. Çevrənin uzunluğu bərabərdir 18'ə. Pi'nin yerinə 3 qoymaq lazımdır. 2 dəfə 3'ün 6 burada özü verib deyə. 18 r bərabərdir 3'ə. Daxilə çəkmiş çevrə ilə hündürlük arasında ancaq düstur bilirəm. R bərabərdir h bölü 2. Bu da 3'dür deyə h bərabər oldu 6'ya. Perimetr 36'dırsa perimetri həmişə 4'ə bölürük rombda tərəfi tapırıq. Tərəf var, hündürlük var, sahədə onları birbirine vurup tapırıq.
düzgün altıbucaqlının böyük diaqonalı. Düzgün altıbucaqlının 1, 2, 3 dənə böyük diaqonalı var. Bunların hamısının cəmi 24-sə, 3-ə böləndə bir dənə diaqonalı tapırıq. 8, bir dənə diaqonalı 8-dir. Diaqonalın düsturu 2A-dır. Əgər tərəf A-dırsa, diaqonalın düsturu, böyük diaqonalın düsturu 2A-dır. 2A 8-dirsə A 4-dür. Sahəni tapmaq lazımdır. Sahə 6 vur A kvadrat kök 3 böl 4-dür. Altıbucaqlının tərəfi A olanda. A-nın yerinə həmin bu 4-ü gətirib yazsaq, olur 16 kök 3 böl 4 getdi 4, 24 kök 3 eləyir. Aha. Uşaqlar, biz aşağı sinif mövzuları çox çətin düşür. Özdə bir dənə sual, bir 5-6 sual əhatə edir burada. Bunları bilmək lazımdır. Məsələn, bax, çox hədli, çox çətin sual kimi düşüb. Bunu öyrəndə elə bir ki, 5-6 dənə çox hədli sualını öyrənmiş oldum. Çox hədli olmaq üçün bu da natural olmalıdır. Bu da ya naturaldır ya da sıfırdır. Bu sıfır olanmır olsa, bu natural olmalıdır. Bu da ki, sıfırdan böyük bərabər olmalıdır. Sıfırın özü ola bilər, nəticəsi və natural olmalıdır həm də. İndi 12 böl n plus 1 natural olmaq üçün n plus 1 bir dəfə 12-yə bərabər olmalıdır, bir dəfə 6-ya, bir dəfə 4-ə, bir dəfə 3-ə, bir dəfə 2-yə, bir dəfə də 1-ə. Natural olmaq üçün bu aşağı 12-nin bölənləri 12, 6, 4, 3, 2, 1 olmalıdır. M yox ha, m plus 1-in hamısı. 12 olmalı ki, olunsun. M 11-dir, 5-dir, 3-dür, 2-dir, 1-dir, 0-dır. Belə. Bəs bunlardan hansı m çıx 2-ni 0-dan böyük bərabər eləyir? 0 bunu eləmir. 1 də eləmir. 2 qoyanda eləyir. Deməli, bunlar hamısı ödəyir. Yerinə qoyanda hamısı müsbət eləyir. Deməli, 4 dənə m var. M-in qiymətləri cəmi, bu 4-ün cəmi tapırsan. 16, bu da 5, 21. Uşaqlar, A-nın koordinatları verilib 3, 5. B-nin koordinatları 8, 5 verilib. İkisi də görürsə Y-ədir. Y-ləri eynidir bunların. Deməli, buradan bura 5 isə buradan bura 5 metr deməkdir. Onda bunun hündürlüyü uşaqlar 5-dir. Bunu bildik. Uşaqlar, A-nın birincisi X-dir. Yəni, buradan bura 3 deməkdir. Bura 3-dür. Deməli, uşaqlar, buradan bura 3-dür. B-nin X-i 8 deyə B-yə qədər olan 8-dir. 8-dən 3 getdi, qaldı nə qədər? 5. 5 isə yuxarıda 5-dir. Uşaqlar, bərabər yanlı olduğu üçün şərtdə bərabər yanlı deyib, bu proyeksi 3 isə burada 3-dür. Onda böyük oturacaq hamısı oldu. Dərsən 3, 5, 3. 8 buradan buraydı. O heç 3, 5, 3 elədi 11. Onda sahə soruşsa, sahə belədir. Oturacaq, üstə gəl oturacaq böl 2 vuraq hündürlük. 16 böl 2, 8. 8 vur 5 elədi 40. Belə. Uşaqlar, bu misalda əsasları həmişə eyniləşdirirlər. 27 üçün kubudur. Bu da x üstü 2-də 1. 9 üçün kvadratı. Bu da x üstü 2-də 1. Bu 3 üstü 1. Bu da x üstü 2-də 1-dir. Deməli, 2-də 1 böl 3 çıxır qabağa. Loqaritm hissəsindən x qalır. 2-də 1 böl 2 çıxır qabağa. 2-də 1 böl 1 çıxır qabağa. Loqaritm hissəsindən x. Loqaritm hissəsindən x-i çıxartdıq. Bu 2 aşağı vurulur da. Bilirsiniz, belə olanda. Bu buna vurulur. 6-da 1 üstə gəl. Bu 2 bura vurulur. 4-də 1 üstə gəl neçə? 2. Bax, bunu məşq eləmək lazım uşaqlar. Bax, 7-də 1 böl 5. Görürsünüz, bax, bu əsas kəsirin yanında, əsas kəsirin aşağıda bir ədəd də var. Kəsir yoxdur, bir ədəd var. Ona görə onlar bir-birinə vurulur. 35-də 1. Məsələn, 8-də 1 böl 3. Bax, 8-də 7 böl 3. Bu bura vurulur. 24-də 7 oldu. Bax, bərabərin yanında əsas kəsir xətti var. Bax, əsas kəsir xəttin aşağısında bir ədəd var. Bu birisinin məxrəci buna vurulur. Burada da 2-də 1 böl 3. Loqaritm hissəsindən x. 2-də 1 böl 2. 2-də 1 böl 1. 2 3-ə vuruldu. 6-da 1. 4-də 1 və 2-də 1. Bir dəqiqə Yunis. Hə. Ha, bir dəqiqə gözlə. Loqaritm hissəsindən x-i ortaq vuruq çıxartdıq. Ortaq məxrəc. Deməli 12-dir. 12-ni 6-ya böldük 2. 4-ə böldük 3. 2-yə böldük 6. Bura elədi 12-də 11. Loqaritma 3 əsasından x vur 12-də 11 bərabərdir 11-də 3. Bura vurmadır. Loqaritma 3 əsasından x bərabərdir 3-də 11 böl bu. Vur bunun nəyi? Tərsi yəni. Bərabər 4 x də bərabər 3 4 eləyir 81. Loqaritma 3 əsasından x 4 isə x də 3 4 81 eləyir.
Gəldik bura. Burada çox qəliz bir misal var. Bunu yəqin ki az sayda uşaq öyrənə bilər. X kvadratı minus 4x üstə gəl 4 sonra y kvadratı yazıram. Təzədən x çıx 2-nin kvadratı çıx y kvadratı. Muxtəsəri o sərbəst işləyən uşaqlar eləyə bilərdi. O gəlib yazmışdılar əvvəl Nigar Gilzad. Bax onlar eləyə bilər. X çıx 2 çıx y. X çıx 2 üstə gəl y. Aşağıda da bunu vuruqlara ayırsan x çıx y ilə x üstə gəl y. Mənfi 2-ni çıxardanda x çıx y eləmir. Mənfi 2-ni çıxardırsansa orta dəyişir. Mənfi 2-ni çıxardırsansa orta işarəsini dəyişir. X plus y-i də çıxardanda qalır x çıx y çıx 2. X çıx y çıx 2 idi bu da. Burada x üstə gəl y sonra çıx 2 yazdım. Yaxınlaşdırdım. Aşağıda x plus y. Niyə? Bunun qiyməti 5'dir. Yuxarıda 5 çıx 2 aşağıda da 5. Cavab 5'də 3 eləyir. 10'da 6 deməkdir. Sürəti məxrəci 2'yə vuranda 10'da 6'dır. Gəldik 20-ci suala. Uşaqlar burada 27 3'ün kubudur. 48 də 3 üstü 1 vur 16 yəni 2 üstü 4. 3 üstü 4 ilə 2 üstü 4. 3 üstü 4 ilə 4 4-cü dərəcədən 3 çıxır. 2 üstü 4 4-cü dərəcədən 2 kimi çıxır. O da eləyir neçə 6. Məsələn 7-ci dərəcədən 5 üstü 7. 7'lər gedir təkcə 5 çıxır uşaqlar. Belə bir şeydir. Fərqin 2 bərabər kökü var. Birinci bunu vuraq düzəldək. X kvadrat çıx 2ax. Mənfini mənfiyə müsbət 2a çıx 1 0. Bu yanında x olmayanın bizim sərbəst həddimizdə onun qabağı müsbətsə onun mötəriziyallıq o dəqiqə. Heç bir dəyişiklik eləmirik. 2 bərabər kök varsa bunu diskriminantda 0'a bərabərlə. Yəni 4a kvadratı üstə gəlsə çıx. 4 vuraq buradakı 1 eləyir 4. Vuraq 2a çıx 1 bərabər 0. 4a kvadrat çıx 8a üstə gəl 4 bərabər 0. Hər tərəfi 4'ə böldük. Bu a çıx 1'in çöldən kvadratıdır. A çıx 1 bərabər 0'a. A da bərabərdir 1'ə. Gəldik bura. A'ya tənböləndir. Yəni bu özü bilsizdə 90 dərəcədir. Düzcanı tənbölənsə bura 45'dir. Aşağı da 45 olmalıdır. ASB 25'dir. ASB SA və SB arasındakı bucaq. SA və SB arasındakı bucaq. SA və SB arasındakı bucaq neçədir? 25. 25 isə çarpaz olaraq 25'dir. 45'in bir hissəsi də getdi. Qaldı 20. Düzdür. 20 ilə 25 yenə 45 edir o heç 90. Bura ilə bura bərabərdir. SA'yı soruşur. AC və AY arası. AC və AY arası. AC və AY arası 20 dərəcədir. 25. Bunu vurub açdıq. X kvadrat çıx XY bərabərdir 40. X çıx Y kvadrat bərabərdir 24. Bu elə XY deməkdir. Sonra toplayanda XY ilə gedir, sərf eləmir bizə. Mənfiyə vuraq. Bura mənfi oldu. Bura müsbət, bura mənfi. Alt-alta toplasaq x kvadrat mənfi 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 2xy üstə gəl y kvadrat bərabərdir. Bunları toplasaq 16 eləyir. X çıx y-in kvadratı 16'dır. X çıx y-də müsbət mənfi 4'dür. Modul olduğuna görə elə müsbət 4'ü götürürük.